Değerli ve əziz izləyicilərim, bugün sizinlə bölüşmək istədiyim, kanalımda paylaşmaq istədiyim yeməklərdən biri də milli mətbəximizin ən dəyərli dolmalarından olan hər kəsin evində yay mövsümündə daim mütəmadi olaraq bişən üç bacı dolmasıdır. Üç bacı dolmasında bilirsiniz ki, tərəvəzlərdən badımcan, biber və pomidordan istifadə edirik. Mən çox vaxtınızı almaq istəmədim, onun üçün də əvvəlcədən hazırladım. Baxın, pomidorların içərisini tamamilə təmizləmişəm, biberlərimizin içərisini təmizləmişəm. Pomidorların içərisindən çıxan onun özək və sulu hissəsini biz atmırıq. Mütləq onu xırda-xırda doğrayıb qiymənin içərisinə əlavə edirik. Gəldik badımcana. Badımcanı hazırlıq prosesində 3 hissədən ibarətdir. Bəzən elə şəxslər olur ki, üç bacı dolmasını yarır və içərisini ətlə doldurur, birbaşa bişirir. Amma mən badımcanı 2 prosesdən keçirdirəm. Çalışdığım qədər bilirsiniz ki, badımcanın özünün tərkibində xüsusi o qara su olur ki, o suyu mütləq çıxarmaq lazımdır. O yeməyə qarışdıqda badımcanda biraz acılıq və dolmanın dadında fərqlilik olur. Onun üçün də sizə belə deyim, mən badımcanı 2 prosesdən mən keçirdirəm. İlk öncə badımcanların ortası yarılır və içərisi təmizlənir. Təmizləndikdən sonra badımcanların hər birini adi soyuq suda, duzlu suda bir 15 dəqiqə saxlayırıq. Həmən duzlu suda artıq görürük ki, 15 dəqiqə sonra badımcanın belə deyim, qara suyu yavaş-yavaş çıxmağa başlayır. Yəni o duru su artıq rəngini dəyişməyə başlayır. Daha sonra həmən badımcanları yaxşıca yuyuruq, duzlu sudan çıxardıb və qaynar suyun içərisinə əlavə edib 1 dəqiqə pörtlədirik. 1 dəqiqə pörtlədikdən sonra çox pörtlətməyə ehtiyac yoxdur, çünki badımcan dolmada badımcan qazanın özündə xüsusi bişir. Onun üçün də biz onu pörtlədərkən çox bişirməyə ehtiyac yoxdur. Pörtlətdikdən sonra isə bir-bir çıxardırıq və içərisini belə başlayırıq sıxmağa. Sıxdıqdan sonra yenə görürük ki, içərisinə müəyyən çərdə hissələri və qara su axmağa başlayır. Və biz bunların hər birini etdikdən sonra artıq başlayırıq badımcanın içərisini doldurmağa. İndi gələk mən sizə içliyi göstərim, baxa bilərsiniz. Hal-hazırda içliyi də qovrulmağa qoymuşam. Burada 250 qram qoyun əti, 200-250 qram civarında da mal əti var. Yəni yarı-yarı etmişəm. 100-150 qram civarında da quyruq var tərkibində. Və mən bu ətin içərisinə nələr əlavə etmişəm, onu sizə göstərim. Ətin içərisində var soğan, biber, duz, istiot. Bunlar hər biri birlikdə qovrulduqdan sonra az öncə də sizə göstərdiyim pomidorun içliyini əlavə edirik bu ətin içərisinə. Əlavə etdikdən sonra yağını, istiotunu əlavə edib qovurduqdan sonra isə başlayırıq artıq tərəvəzlərimizin içərisini doldurmağa. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq üç bacı dolmasının tərəvəzlərin hamısının içərisi təmizlənib, biberlərimiz, pomidorlarımız, pomidorun içliyi ayrıdır, az öncə də qeyd etmişdim, ətin içərisinə qatacağım. Burada gördükləriniz isə artıq badımcanlardır. Bu badımcanları da mən belə adi soyuq suda, duzlu suda saxlayıram bir 15 dəqiqə. 15 dəqiqə saxladıqdan sonra görəcəksiniz ki, artıq duru suyun rəngi dəyişməyə başlayıb, hiss olunur ki, artıq qaralıq var. Ondan sonra biz bu badımcanları tamamilə süzürük və başlayırıq qaynar suda 1-2 dəqiqə içərisində pörtlətməyə. Pörtlədikdən sonra isə artıq başlayır içərisini doldurmağa. İçliyi də sizə göstərmək istəyirəm əziz və dəyərli izləyicilərimiz. Baxın, içlik burada hal-hazırda öz suyundadır. Buna əlavə bir su qatılmayıb. Soğan və biberin, belə deyim, ətin öz suyudur. Bu quruduqdan sonra isə biz artıq içərisinə pomidorun içliyini əlavə edib yağını, duzunu, istiotunu vurub qoyuruq qovrulmağa. Tamamilə suyu çəkilib qovrulduqdan sonra isə biz artıq tərəvəzlərimizin içərisini doldurmağa başlayırıq. Bu arada da qeyd eləmək istəyirəm ki, zəhmət olmasa mən bir gənc vətəndaş olaraq öz işimdən əlavə artıq keçmişəm bu işlə də məşğul olmaq istəyirəm. Çünki bu iş mənim ən böyük arzularımdan biridir. Belə deyim də, iş deməzdim, hobbidir və hər birinizdən də dəstək gözləyirəm bir gənc olaraq. İnanıram ki, videolarım həm faydalı olar, həm keyfiyyətli olar. Bacardığım qədər videoları yaxşı çəkməyə çalışıram. İndi nə qədər də olarsa siz üzrlü hesab edin, əgər hər hansı bir problem və yaxud da çəkiliş zamanı hər hansısa bir yad nəsə cisim düşərsə və s. və ilaxır. İnanıram ki, hər şey ürəyinizcə olar. Vaxt keçdikcə də artıq kanalım daha da təkmilləşəcək, daha da fərqli yeməklər və reseptlər, şirniyyat reseptləri, həm də ki, yemək reseptləri paylaşılacaq. İzləmədə qalın zəhmət olmasa. Baxın, əziz və dəyərli izləyicilərim, artıq qiyməmiz də hazırlanır. Baxın, tamamilə artıq dibindəki su gedib, öz yağına düşür. İndi biz pomidorun içliklərini bura əlavə edə bilərik. Baxın, az öncə pomidorun içərisindən çıxardığım içliyi də ətimizin üzərinə əlavə edirik. Baxın, dəyərli və əziz izləyicilərim, artıq az öncə
Pomidorunu da əlavə etdik, yəni pomidorun içliyində, sonra yağını əlavə etdik. Başlayır ətimiz tamamilə suyu quruyub öz yağında qovrulmağa başlayır. Qovrulduqdan sonra isə artıq biz başlayırıq üçbacanın içərisini doldurmağa. Hər birini də ayrı-ayrılıqda çəkib sizə göstərəcəm inşallah. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq ətimiz tamamilə hazırdır. Qiymamiz yağa düşüb. Başlayırıq biz indi üçbacı dolmasının içərisini doldurmağa. Baxın, reyhanımızı da artıq doğradıq, hazırdır. Bir 5 dəqiqə içərisində reyhanımızı da əlavə edirik qiyməmizin içərisinə. Baxın əziz izləyicilərimiz, reyhanını da vurduq biz artıq qiymənin. Mən belə deyim də, bəzən görürəm ki, bəzi yerlərdə üçbacı dolması hazırlayarkən içərisinə digər göyərtilərdən əlavə edirlər. Amma məncə, mən gördüyüm qədərilə üçbacı dolması yalnız reyhandan ibarət olmalıdır içərisində göyərti olaraq. Çünki reyhanın özünün xüsusi ətri və qoxusu var və dadı var. O ətə keçdikdə artıq o üçbacı dolmasının dadı hiss olunur. Reyhanını da belə deyim, yarım dəstədə reyhan əlavə etmişəm. 2-3 dəqiqədə reyhanla bərabər qovrulduqdan sonra əti götürürük və başlayırıq artıq badımcan, biber və pomidorun içərisini doldurmağa. Onu da qeyd edim ki, az öncə suda saxladığım badımcanları da su qaynatdım və içərisinə əlavə etdim. 1-2 dəqiqə bu suda qaynadıqdan sonra götürüb sıxıb artıq başlayıram içərisini doldurmağa. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq ətimiz hazırdır. Və bir tavadan istifadə edirəm mən hər zaman. Əti də qovuranda, badımcan dolmanı bişirəndə də artıq biz içliyimizi doldurduq və bütün belə deyim, tərəvəzləri yığırıq əti qovurduğumuz tavaya. Baxın, artıq biz badımcanlarımızı sudan çıxardıq və belə deyim, yumşaldı badımcanlar. Çox qaynatmırıq, yəni belə pak-kapak suda qaynadıb bişirmirik badımcanlar. 1-2 dəqiqə qaldı, kifayətdir. Mən sizə suyunu da göstərmək istəyirəm. Baxın, qapqara bir suyu çıxıb. Yəni bunu biz yeməyin içərisinə qatsaq, bütöv halda bişirsək badımcanı pörtlətmədən, bu su yeməyin içərisinə daxil olur. O da yeməyə acı tam verir. Ona görə mütləq ki, badımcan təmizlənməlidir, duzlu suda saxlanılmalıdır, daha sonra pörtlədilməlidir və soyuduqdan sonra içərisi doldurulub bişirilməlidir. Siz izləmədə qalın, mən keçirəm tərəvəzlərin içərisini doldurmağa və doldurduqdan sonra da hazırlama mərhələsini sizə göstərəcəm. Baxın əziz izləyicilərimiz, artıq biz badımcanların içərisini doldurduq və badımcanların içərisini doldurduqdan sonra əlimizdə sıxmırıq. Elə olduğu formada da badımcanları tavaya yerləşdiririk. İndi keçirik növbəti tərəvəzlərimiz, pomidorun, biberin içərisini doldurmağa. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq bütün tərəvəzlərin içərisini doldurduq. Mən badımcan dolmasına çox pomidoru sevmədiyim üçün hər zaman pomidoru az edirəm. Və badımcanların içərisidir, pomidorlar və biberlərin içərisi tamamilə doldurulmuş haldadır və heç birini də doldurarkən sıxmırıq və yaxud da badımcanları balacalaşdırmağa çalışmırıq. Çünki nə formada varsa o formada da doldurub qaynamağa qoymalıyıq. Onu da qeyd edeyim ki, sonda da yarım stəkandan belə az ilıq su əlavə edirik, çox az. Çünki əvvəlcədən qeyd edeyim, badımcanları bayaq biz bişirdik, bir hissəsini də olsa bişirmiş olduq, yumşaldı badımcanlar. Pomidor biberin də zaten çox uzun uzada pişməyinə ehtiyac yoxdur. Ona görə də çox az miqdarda su tökürük içərisinə, yarım stəkandan da az və asxoda qoyuruq qaynamağa, yəni bişməyə. Bir 15-20 dəqiqə içərisində artıq bizim üçbacı dolmamız hazır olacaq və sizə də göstərəcəm son halını. Baxın əziz və dəyərli izləyicilərimiz, dolmamızın son halını da sizə göstərirəm, bişmək üzrədir. Baxıb like etməyi zəhmət olmasa unutmayın. İzləmədə qalın. Kanalımızda daim maraqlı yemək reseptləri ilə, asan yemək reseptləri və şirniyyat reseptləri ilə sizlərlə bölüşəcəm, belə deyim. Hazırlandıqdan sonra son halını da sizə göstərəcəm inşallah. Abunə olmağı unutmayın, kanalı izləyin, yorum yazmağı unutmayın. Göz haqqınızı halal edin.